Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs olunub. Powerlifting üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb. Bildirilib ki, o martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda Qarabağda, Krasnodarda Ermənistanındır deyib. Bundan sonra Vladimir Vanyanın yeri müəyyənləşdirilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Qeyd eləyək ki, Vladimir Vanyan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbiçilərini də təhqir edib. Bütün Rusiyalı hərbiçilərdən üzr istəyirəm. Mən əlimdə silahla Rusiyanı qorumağa hazıram. Məni bağışlayın. Bir də belə şey təkrar olunmayacaq. Защищать Россию с оружием на руках.